OTK sınav imtahanına üçün belə bir sual verilmiştir. Sualda deyilir ki, bərabər yanlı trapesiyanın kiçik oturacağı 2 cm. Bu bizim bərabər yanlı trapesiyamız. Onun oturacağı 2 cm-ə bərabərdir. Yan tərəfləri 4 cm. Yan tərəfləri bərabərdir. O zaman hər ikisi də 4 cm-ə bərabərdir. Və iti bucağı 60 dərəcədir. Yəni bu bucaq bizdə 60 dərəcəyə bərabərdir. Bu trapesiyanın diaqonalının uzunluğunu tapın. Yəni biz trapesiyanın bu diaqonalının uzunluğunu hesablamalıyıq. Və gəlin buna hər hansı bir x deyək. İlk öncə trapesiyanın oturacağına belə bir hündürlük endirə bilərik və bu bizdə oturacaqla 90 dərəcəlik bucaq əmələ gətirir. Onda bizim verilən bu bucağımız 30 dərəcəyə bərabər olar. Və eyni zamanda bilirik ki, 30 dərəcəli bucaq qarşısında duran qatet hipotenuzun yarısıdır. Yəni 4-ün yarısı 2-yə bərabərdir. 60-ın qarşısındakı qatet isə 30-un qarşısındakı qatetin kök 3 mislinə bərabər olur. Yəni 2 kökdə 3-ə bərabər olar. İndi isə biz bu trapesiyanın ikinci hündürlüyünü buradan endirə bilərik. Bu hündürlük də bizim üçün oturacaqla 90 dərəcəlik bucağı əmələ gətirir. Və eyni zamanda biz bilirik ki, bərabər yanlı trapesiyada hündürlüklər oturacağı endiriləndə bizim yaranan bu hissələrimiz bir-birinə bərabərdir. Onda bu parça 2 cm-ə bərabərdirsə, bu parçada burada 2 cm-ə bərabər olur. Eyni zamanda verilən bu hissəmiz yuxarıda verilən 2 cm-ə bərabərdir. Onda bu hissə də 2 cm-dir. İndi biz Pifaqor teoreminə görə buradan bu trapesiyanın diaqonalını hesablaya bilərik. Yəni, x-in kvadratı bərabərdir. Bu qatetin kvadratı 2 kök 3-ün kvadratı plus 2 plus 2. Yəni 4-ün kvadratı. Buradan x kvadrat bərabər olur. 2 kök 3-ün kvadratı 12 plus 16-ya. Yəni x kvadrat bərabərdir 28. X bərabərdir. Kökdə 28 tapmış oluruq. Kökdə 28-i də 4 vuraq 7 şəklində yazsaq, cavabımızı 2 kökdə 7 almış olarıq.